Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram, qardaşlar. Allah'a şükürlər olsun ki, Allah subhanahu wa ta'ala bizi yenə də müvəffəq etdi oturmağa, onun dinini zikr etməyə, onun dinini öyrənməyə. Allahın insana verdiyi ən böyük neymət, ən böyük hədiyyə insanı doğru yola yönəltməsidir, hidayət verməsidir. Vallahi bu neymətin qədrini bilmək lazımdır. Ölənə qədər. Çalışmaq lazımdır ki, bu neyməti saxlayasan əlində. Çünki səninlə iblis və ordusu mübarizə aparacaq sona qədər ki, səni bu yoldan çıxartsınlar. Və Allahın mərhəmət etdiyi insanlardan başqa sabitlik mümkün deyil. Sabitlik elə bir şeydir ki, Allah onu ancaq ixlaslı qullarına verir. Sən əgər həqiqətən Allahın dostu olacaqsansa, həyatı Allahın istəkləri üzərində quracaqsansa, Allah səni qoruyacaq sona qədər. Və bugünkü mövzumuz yenə də əxlaq haqqında hədislərdir. Artıq 52-ci dərsə gəlib çatmışıq bu mövzuda. Və bugünkü mövzumuz yenə də keçən dəfə olan dərsimizin ikinci hissəsidir. Müsəlman tacirin əxlaqı. Və biz keçən dəfə bir hədis götürdük. Hədisdə buyurulur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər insan 4 şeyi qoruyarsa ticarətində, ümumiyyətlə insanlarla davranışında, nəinki ticarətdə, sadəcə ticarət daha çox baş verdiyinə görə ticarət deyir. Ticarətində daha çox müamilələrində, davranışlarında 4 şeyi qoruyarsa, dünyada nə itirsin ona görə, o 4 şeyə görə, o heç nə itirmir. Əksinə qazanır. Onlardan birincisi, insanların əmanətini qorumaq, əmanətə xəyanət etməmək. Müsəlman xain ola bilməz, mömin xain ola bilməz. Müsəlman necə ki, Allahla sadiqdir, insanlarla da sadiq olmalıdır. Fərqi yoxdur, hər kəslə, hətta heyvanlarla belə. Heyvanı belə İslamda aldatmaq icazəli deyil. Hətta sələf alimlərindən heyvanları aldadanan hədis götürməyiblər. Nəinki insanları aldadandan. Müsəlman xain ola bilməz heç vaxt. Müsəlman əmin olmalıdır. Hər kəs onun dilindən, əlindən, hər bir şeyindən əmin olmalıdır ki, bu adam əmindir. Mən arxainlıqla ona hər şeyimi etibar edə bilərəm. Əsl müsəlman budur. İkincisi, müsəlmanın dili düzgün danışmalıdır, daima. Müsəlman, mömin yalan danışa bilməz. Möminə yalan yaraşmaz. Yalan münafiqliyin əlamətidir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mömin zina edə bilər, başqa günahlar edə bilər, amma yalan danışmaz. Çünki yalan böyük bəladır. Allah qorusun, yalan, müsəlmanın dilindən heç vaxt yalan düşə bilməz, yalan çıxa bilməz. Və üçüncüsü, gözəl əxlaq sahibi olmalıdır. Gözəl, əxlaqlı olmalıdır müsəlman. Əxlaqında, yəni insanları aldatmamalıdır. Əxlaqında insanlarla gözəl davranmalıdır. Mömin belə bir insan olmalıdır. Yəni ki, əxlaqı gözəl, əxlaqı yaxşı hər bir məsələsində, istər evində, istər çölündə. Və dördüncüsü də heç vaxt haram yeməməlidir mömin. Müsəlman haramdan qaçmalıdır. Hətta haramla gedib ət ala bilirsə, haramla gedib nə böyük, yaxşı qidalar ala bilirsə, onlardan çəkinməlidir. Yəni, zaten pendir çörəklə də qarın doyur. Mömin çalışmalıdır ki, bədənini haramla bəsləməsin. Nəinki özünü, nəinki ailəsini. Hətta sələflərdən qadınlar olub, öz ərlərinə deyərdilər ki, evdən çıxanda. Onlar belə tərbiyələnirdilər. Bizə görə Allahdan qorx, yəni evdən çıxanda əri pul da azı gedəndə, maaş da azı gedəndə, ruzu da azı gedəndə deyirlər ki, bizə görə Allahdan qorx, biz aclığa dözərik, amma cəhənnəm oduna dözə bilmərik. Yəni, mömin gərək halal qida yesin. Bu 4 şey insan qoruyarsa, dünyada itirdiyi heç bir şey ona ziyan verməyəcək, heç bir şey. Yəni ki, bu şeyləri hər bir mömin bunu bir qayda kimi özündə saxlamalıdır.
Və həmçinin də bugün götürəcəyimiz bir neçə hədis var bu barədə. Birinci, Cabir radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah satanda da, alanda da, haqqını tələb edəndə də mülayim olan kimsəyə Allah rəhm etsin. Fikir verin nədirsə, satanda da, yəni istər mal satır, istər alır və istərsə də haqqını tələb eləyir, onda mülayim olan insana deyir, Allah rəhm eləsin. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem mülayim olan insan üçün rəhmət duası var. Allah Rəsulunun duasına əgər nail olmaq istəyirsənsə, mütləq mülayim olmalısan. İstər satıcı olsun, istərsə də alıcı olsun. Satıcı malı qaldırmamalıdır. Yəni, malın qiymətini zülm edərək insanlara qaldırmamalıdır. Və hətta bəzən öz haqqından keçməlidir Allah üçün, qardaşları üçün. Qardaşlarına görə Allah üçün öz haqqından keçməlidir ki, eybi yox. Allah mənə verər, tək mən qardaşım üçün keçim. Alıcı da malı öldürməməlidir qiymətin. Dəyər dəyməzinə satıcıdan istifadə edib, onun mülayimliyindən öldürməməlidir malın qiymətini və yaxud da azaltmaq üçün israr eləməməlidir. Bu müsəlmanda yəni ki, ən üstün sifətlərdəndir mülayimlik. Necə ki, İbn Həcər rəhməhullah bu hədisin şərhində buyurur ki, bu hədis bizə nəyi göstərir? İnsanı mülayimliyə, bütün davranışlarda mülayimliyə təşviq edir, gözəl əxlaqa və həmçinin də mübahisəni tərk eləməyə və həmçinin də insanları sıxmağa, öz haqlarını tələb etdiyi zaman insanları darlaşdırmağa, sıxmağa qadağan edir bu hədis. Həmçinin onlarla bağışlanmaqla, gözəl mülayim davranmaqla, yəni əmr olunur bu hədisdə, təşviq olunur bu hədisdə. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, rəhmət duası var. Mülayim olduğu müddətcə Allah sənə rəhm eləyəcək. Vallahi kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldacaq. Allah onu ucaldacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt nəfsinə görə mübarizə aparmayıb. Heç vaxt, heç kəsinə. Ən mülayim insan idi. Və bir hədisdə, Cabir radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisin şərhində belə gəlir ki, Məkkədən Mədinəyə hicrət zamanı, bilirsiniz, ağır hicrət olub o hicrət. Yəni, ora gedənlər bilirlər ki, Məkkə ilə Mədinə arasında necə məsafə var, necə istilik var, necə səhralar var, kəsici daşlar, zəhərli həşəratlar, nə qədər sahabə yolda ölmüşdü. Sahabələrin neçəsi yolda ölmüş hicrət zamanı. Və Cabir radiyallahu kasıb sahabə olur. Hətta cihadların birində atası şəhid olur onun. Və bacıları onun himayəsində qalır, bacılarına baxır. Və Cabir radiyallahu bir dəvəsi olur, arıq dəvəsi. O dəvəsi ilə hicrət eləyir və bu əslində hicrət olmayıb, Məkkənin fəthində olur. Məkkənin fəthi zamanı. Məkkənin fəthi, yəni ki, Peyğəmbərin son vaxtlarında olub, Məkkə fəth olunur və oradan artıq insanlar həcc edib qaydanda Mədinəyə, Cabir radiyallahu kasıb o arıq dəvəsinin üzərində qayıdır. Və dəvə çox yorulur, yorğun olur və zəif olur və qalırdı cəmaatdan dala. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gəlir Cabir radiyallahu yanına və dua edir onun üçün. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua eləyir və əlini dəvənin arxasına vurur belə və dəvə başlayır sürətlə getməyə. Hətta deyir ki, heç vaxt belənçik sürətlə getməmişdi. Və Cabir radiyallahu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o dəvəni mənə sat. Və Peyğəmbər Cabir radiyallahu satmır o dəvəni. Çünki dəvəni istəmirdi Allah Rəsulü satsın. Satdığı dəvə deyildi, arıq idi. Lakin Allah Rəsulü israr edir ki, sat o dəvəni mənə. Və o da bir şərtlə deyir, sataram ki, mən gedim çıxım Mədinəyə ailəmlə bərabər o dəvə ilə, sonra orada sənə qaytaracam o dəvəni. Və Allah Rəsulü razılaşır. Və o dəvəni satır Allah Rəsuluna və Peyğəmbər sallallahu aleyhi ve sellem o dəvəni artıq nəqd pulun verir və alanda Cabirdən çıxır gedir. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem onu adam göndərtdirib, çağırtdırır və deyir ki,
sən elə düşünmə ki, düşünürsən ki, mən səninlə bazarlıq edirəm. Xeyr, bu da dəvəni də sənə hədiyyə edirəm mən deyir. Yəni, onun əslində məqsədi dəvəni almaq deyildi. Nə idi? Allah Rəsulunun ona yardım eləməsi idi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ümumiyyətlə əxlaqından idi ki, müsəlmanın əxlaqından olmalıdır ki, bu möminin əxlaqından olmalıdır. Mömin özü üçün yaşamamalıdır. Mömin müsəlmanlardan xəbəri olmalıdır. Bilməlidir ki, hansı müsəlman nə vəziyyətdədir bir daha. Hansı müsəlmanın halı necədir. Və daima onları fikirləşməlidir. Onlar haqqında özü narahat olmalı. Necə ailəsi üçün narahat olur, uşağı üçün narahat olur, müsəlman üçün də elə narahat olmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm də sahabeləri haqqında bilirdi kim kasıbdır, kim varlıdır. Və o bilirdi ki, aparıb o pulu Cabirə versə, Cabir ona qızarar, utanar. Və ona elə bir, ümumiyyətlə bir çox sahabelərlə belə eləyirdi o. Elə bir şey eləyirdi, hadisəni elə yönəldirdi ki, həm onu pulu verirdi utanmadan ona, həm də malını qaytarırdı ona. Bu da Allah Rəsulunun əxlaqından idi. Və başqa bir hədisdə bunu İbn Ömər eləyir, radiyallahu anhumaya. Səfərlərin birində İbn Ömər atası ilə bərabər arıq, cavan bir dəvənin üzərində, hansı ki o dəvə hələ təzə minilməyə başlamışdı, dinc dayanmırdı yerində. İbn Ömər tez-tez aparırdı qabağı və Ömər də qaytarırdı o dəvəni. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm Ömərə deyir ki, o dəvəni mənə sat. Və Ömər radiyallahu anh deyir ki, xeyr, onu satmıram sənə, onu sən hədiyyə verirəm. Allah Rəsulü deyir ki, xeyr, istəmirəm onu hədiyyə. Onu mənə sat. Və Ömər radiyallahu anh onu satır ona və onu bağışlayır İbn Ömərə Peyğəmbər sallallahu əleyhi və səlləm. Onu həm sevindirir və həm də ona deyir ki, yəni istədiyi elə bu dəvəyə, istəyirsən sat, istəyirsən min onu, yəni bu dəvə artıq sənindir. Bu Allah Rəsulünün əxlaqı idi. Müsəlman belə olmalıdır. Müsəlman bacardığı qədər qardaşlarının, bacılarının yardımında olmalıdır. Necə ki, demişik, müsəlman bir bədəndir. Müsəlmanlar bir bədən kimidir. Biz əslində namazın mahiyyətini niyə anlamırıq? Niyə imam bizə dəfələrlə deyir ki, çiginlərinizi, topuqlarınızı birləşdirin? Bəzən görürsən ki, heç kəs fikir vermir ona. Bu nəyə göstərir? Müsəlman bir bunyan kimidir, divar kimidir. Elə bir divardır ki, o divar bir tərəf aşanda bütün divar aşmalıdır. Başa düşdünüz? Divar elə sıx divardır ki, bir-birinə bağlanır. O binanın aşmaması da nədəndir? O binada elə möhkəm səhvlər var ki, heç kəsi qoymur aşmağa. Biri aşmaq istəsə də o saxlayır onu. Biz çöldə də olmalıyıq. Biz çöldə necə ki, namazı səhv-səhvik, çöldə amma çıxan ki, parçalanırıq. Heç kəsin xəbəri olmur. Heç kəsi yad eləmir. Əslində, biz evləri gəzməliyik, gedib baxmalıyıq. Dul qadınlar var, kasıb insanlar var. Ayda uşağına ət ala bilməyən ailələr var. Məsələn, mənim gücüm çatmır ət almağa, amma 5 dəmə müsəlmanın ətə gücü çatır almağa. O ət almağa gücü çatır. Biz birləşməliyik, atışıb nəsə almalıyıq onun üçün. Və bir-birimizi təşviq eləməliyik buna. Allah Subhanahu taala deyir ki, "Ellezine yebxaluna və ya'murunən-nase bil-buxli və yaktumuna ma atahumullahu min fadli." O kəslər ki, xəsisdirlər və xəsisliyi də insanlara əmr edirlər, simicliyi. Və Allahın onlara verdiyi artıq şeyləri də gizlədirlər. Və a'tadna lil-kafirinə azaban muhina. Allah kafirlər üçün deyir, biz kafirlər üçün ağrılı, acılı əzab hazırlamışıq. Ona görə də insan gərək simiz, paxılı olmamalıdır. Malını Allah yolunda xərcləməyi bacarmalıdır. Allah bizə qalan olacaq. Bizə qalan axirət günü bizi cəhənnəm odundan qurtaran, biz o olacaq, sədəqə olacaq. Allahın qəzəbini söndürən, mömin üçün kölgə yaradan və mömini 7 sinif insanlardan biri eləyən o sədəqəsi olacaq. Yəni, sahabələr deyir ki, sədəqə ayələri nazil olduğu zaman sədəqə ayəsi biz nə edirdik? Sədəqə vermək üçün hamballıq eləyirdik ki, sədəqə verək. Olmurdu onlarda, gedirdilər, işləyirdilər, sədəqə verirdilər. Onun üçün insan gərək bu nemətlərdən məhrum olmasın. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Hüreyrə radiyallahu anh gələn hədisdə bir kişi gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına, ondan dəvəsini istəyir. Yəni Allah Rəsulü ona dəvə borclu idi. Dəvə almışdı ondan borca və hədisdə gəlir ki, dəvəni belə sərt şəkildə istəyir ondan, kobudcasına.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm əxlaqından idi ki, istəsəydi ona istədiyi kimi də cavab verərdi. Amma heç vaxt o kobudluq eləməyib heç kəsə qarşı. Mülayim idi o. Və ona gözəl şəkildə sahabələrinə deyir ki, yəni ona istədiyini verin. Sahabələr də dərhal gedirlər, onun üçün dəvə tapırlar. Lakin deyirlər ki, ey Allahın Rəsulu, onun istədiyi yaşda, onun dediyi şəkildə dəvə yoxdur. Ondan daha yaxşısı var. Yəni, daha bahalısı var. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onu ona verin. Alın, verin. Və onda kişi də onun üçün Allah Rəsulü üçün dua edir ki, deyir ki, sən borcumu tam qaytardın, Allah da sənə tam şəkildə, yəni haqqını versin. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, insanların ən xeyirlisi borcunu ən gözəl şəkildə qaytarandır. İnsanların ən xeyirlisi borcunu ən gözəl şəkildə qaytarandır. Yəni, əgər şərt kəsmirsənsə əvvəldən, borcu artıq qaytarmaq olar. Və ən gözəli sünnədə budur. Amma şərt kəsəndə bu artıq faizin bir növüdür, bu haramdır. Yəni, məsələn, mən borc verirəm, deyirəm ki, qaytaranda 10 manat verirəm, deyirəm, qaytaranda 11 manat ver. Bu qadağandır. Amma demirəm onu, qaytaranda artıq verirəmsə, bu sünnədir, bu gözəl əməldir. Hətta Allah nə deyir? İnsanların ən xeyirlisi. Lakin bugün baxın bizim vəziyyətimizə, borclu gedib qardaşından borcunu gözəl şəkildə istəyəndə, sanki düşmən olur ona. Halbuki borcudur, istəyə bilər səndən. Və borc heç şəhiddən belə bağışlanmır. Sən onu verməlisən ona. Navarot, sən deməlisən ki, qardaş, haqqını halal elə, qaytara bilmirəm, bəlkə biraz müddət verəsən, bəlkə onun əlhəmdülə qəlbi yumuşalar, həqiqətən sənə, yəni onu eləməyə, belə deyək də, verməyə müddətini uzadar. Lakin sən onun qarşı səbirsizliyi eləməyin, onu acılamağın düzgün deyil. Əksinə, borcu qaytarmalısan. Hətta görün, Allah Rəsulü sallallahu əleyhi və səlləmdən gəlib borcunu istədi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm demədi ki, mən Allahın Rəsuluyam, məndən nə borc istəyirsən ki sən? Belə demədi. Dedi, gedin onun borcunu qaytar. Ona görə borc önəmli bir məsələdir. Hətta Allah Rəsulü sallallahu əleyhi və səlləm bir sahabə üçün borcu olduğuna görə cənazə namazı qılmamışdı. Bilirsiniz onu. Yəni, sahabələrdən xahiş eləyəndən sonra ki, mən onun borcunu qaytaracam, özü də elə böyük bir pul deyildi. Ondan sonra gedib onun cənazəsini qıldı. Borc şəhidə belə bağışlanmır. Hətta hədislərdə gəlir ki, Allah Rəsulü sallallahu deyir ki, mən cənnətin qapısının ağzında insanlar gördüm ki, onlar cənnət əhli idilər, borclarına görə qapıdan girəmirdilər içəri. Qiyaməti gözləyirdilər ki, o da ödənsinlər borcları. Borc önəmli məsələdir və dua eləmək lazımdır. Allah hər birimizə müvəffəq eləsin ki, bizi borclar halda öldürməsin. Borclarımızı ödəyək. Və həmçinin də qardaşlar da çalışmalıdır ki, əgər bir qardaş borcu verə bilmirsə, onun yerinə çalışsın ki, borcunu ödəsin. Kim bir müsəlmanın dünyada olan sıxıntılarından bir sıxıntısını aradan qaldırarsa, nə olar? Allah da onun axirət günü sıxıntısını qaldırar. Borc da bir sıxıntıdır. Sən gedib qardaşının yerinə borcu versən, vallahi, sən böyük bir xeyir eləyərsən qardaşın. Hər iki tərəfə kömək eləyərsən. Həm o biri tərəfin sıxıntısını aradan qaldırarsan ki, onun pulunu verərsən, həm də borcunu silərsən. Ona görə də bu çox önəmli məsələdir. Çox önəmli məsələdir. Və bir hədisdə, başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bir taciri misal çəkir. Keçmiş ümmətlərdən olan bir taciri. Deyir ki, bir tacir insanlara borc verərdi. Və o borcunu yığanda o adamları göndərdi ki, gedib o borclarını yığsın. O köməkçilərinə deyərdi ki, yəni bunların içində kasıb, borcu ödəyə bilməyən varsa, onun borcundan keçin. Ola bilsin ki, Allah da bizim günahlarımızdan keçsin. Allah Subhanahu taala deyir, hədisdə, Allah deyir ki, qiyamət günü Allah Subhanahu taala onun günahlarını bağışlayacaq həmin adamın və onu cənnət əhli eləyəcək. Və bu hədisin şərhində gətirirlər ki, həmin insan tövhid əhli idi. Və başqa ləfsində gəlir ki, hədisin ki, o Allah Subhanahu taala qiyamət günü ondan soruşacaq ki, ey qulum, yəni bir xeyir əməlim var idi mənim üçün. O deyir, ey Allah, mənim elə bir xeyirli əməlim yox idi. Təbii ki, Allah bilir ki, onun neyi var, neyi yoxdur. Sadəcə onun dilindən təsdiq almaq üçün insanlardan soruşacaq Allah Subhanahu taala. Və Allah Subhanahu taalaya deyəcək ki, xeyr yox idi, lakin bir əməlim var idi ki,
O əməl də nə idi? Mən insanlar üçün borcundan keçirdim. Onların borclarını əgər verə bilmirsə, onları silirdim. Allah Subhanahu deyir, mən də sənin bugün günahlarını silib səni cənnətə salacağam. Ona görə də bu hədis nəyi göstərir? İxlasla olan az əməl nə qədər günahı silir. İnsan az bir əməl eləsə ixlasla, əsas əməldə ixlasa baxılır. O əməl dağlar boyda günahları silir. Ona sələflərdən varid olub ki, insan deyir, böyük bir əməl eləyər, ixlasına görə o əməl heç nə olar. Xırda bir əməl eləyər, ixlasına görə nə olar? Onun üçün böyüyər, dağlar boyda. Ona görə ixlas önəmlidir. Allah Subhanahu deyir ki, "Ya eyyuhellezine amenu la tubtilu sadaqatikum bil manni vel aza." Ey iman gətirənlər, yəni sədaqələrinizi əziyyətlə və minnət etməklə, minnət qoymaqla nə edin? Batil etməyin. Kəlləzi, yəni o kəs kimi ki, Allah yolunda sədaqəni nə üçün verir? İnsanlara göstərmək üçün və təkəbbürlənmək üçün. Hətta başqa bir hədisdə gəlir ki, o insan, səhv eləmirəmsə deyilir ki, orada cənnətin iyini duymayacaq. O insan ki, sədaqəni verir qarşısındakını özünü aşağı görərək. O mənada. Allah qorusun. Yəni, sədaqə elə bir şeydir ki, yəni o sənə böyük qazanc da gətirə bilər, sənə oda da sala bilər. Necə ki, qiyamət günü ilk cəhənnəmə girən insanlardan biri də kim olacaq? Malını xərcləyən. Lakin o nə üçün xərcləyirdi? Yəni, riyakarlıq üçün. Ona səxavətli insan desinlər deyin. Allah qorusun. Ona görə ixlas çox önəmli məsələdir. Bu hədis də göstərir ki, insanlar üçün borcundan keçəndə nə qədər böyük savab qazanır. Hətta bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, borc sahibi əgər sədaqə borcunu müddət qoyarsa, məsələn, qardaşına vaxt qoyub, deyir ki, məsələn, filan gün verərsən. O da verə bilmir. Uzatdığı müddətcə o pul olsun sədaqə yazılır. Hər gün. Hər gün o verdiyi pul. Məsələn, 1000 manat vermişsən Allah yolunda. Borc vermişsən qardaşına. Həqiqətən görürsən ki, adam verə bilmir. Səbr edirsən, deyirsən, eybi yox. İnşallah düzəldib verərsən. O sənin üçün hər gün o 1000 manat sədaqə yazılır Allah yolunda. Görün, nə dərəcədə yəni ki, insan üçün xeyirlər var bu dində. Və bir sonra ticarət məsələlərində önəmli məsələlərdən biri də mal alandan sonra malını qaytarmaq istəyən adamın malını qaytarmağın fəziləti. Məsələn, alır malı, sonra peşman olur ki, o nağa qaldı. Yəni, ola bilər, ehtiyacı olmur o pula, mala. Yaxud da, məsələn, görür ki, verdiyi pul artıq onu kasıblaşdırır, çətinə salıb. Heç bir şey eləməyib mala. Artıq müqavilədə bağlanılıb, ticarət müqaviləsi bağlanılıb. O verib, bu da alıb. Yəni, satanın ixtiyarı var ki, qaytarmasın şəriətlə. Lakin qaytarır, bu daha əfsəldir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, kim bir müsəlmanın satışını geri qaytararsa, Allah onun günahlarını bağışlayar, onun səhvlərini silər. Yəni, təsəvvür eləyin. Bu necədir? Məsələn, dediyimiz kimi bir insandır, bir mal alır bir kişidən, sonra peşman olur aldığına görə. Yəni ki, ehtiyacım yoxdur buna və yaxud da çətinə salır özün bu pula görə. Yəni ki, xərcləyib o pula ehtiyacı olur, başqa şey o pula. Məsələn, aldı, o pul başqa bir problemi çıxdı. Deyir ki, kaş bunu qaytara bilsəydim, o pul mənə ola ki, o problemi mən eləyəydim. Amma malı heç bir zərər toxundurmayıb təbii ki. Və onu gətirir, həmin o satıcıya deyir ki, xahiş edirəm bunu qaytar. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, bu insanın günahlarını silir. Axirət günü onun çətinliyini, məşəqqətini, sıxıntısını aradan qaldıran bir əməldir. Bu əməl. Və həmçinin də başqa bir əməllərdən, yəni ticarət məsələlərində borcunu ödəyənə möhlət vermək və yaxud da ki, onun borcunun bir hissəsini nə etmək? Allah üçün bağışlamaq. Bu da çox önəmli bir məsələdir. Həqiqətən. Yəni ki, qardaşın üçün o borcu bağışlamaq, onu silmək. Bu nəyi göstərir? Yəni, bir müsəlmanın qəlbində qardaşına olan sevgisi dünya sevgisindən daha üstündür. Borc dünyadır, pul dünyadır, var-dövlət dünyadır. Amma qardaşa olan sevgi yəni daha çoxdur, ona görə də bağışlayır, silir onu.
Yəni sahabelərdən bu barədə nə qədər, sələflərdən nə qədər qissələr var ki, yəni danışdıqca uzanar mövzu. Burada bir hədisi zikr edəcəm sizə. Hədis Ubədə ibn Əl-Valid İbn Ubədə ibn Samit radiyallahu anh gəlir. Deyir ki, mən atamla bərabər elm tələb etmək üçün Mədinədə ənsarlardan olan, ənsar küçələrindən olan bir küçəyə atamla bərabər elm öyrənmək üçün çıxdıq. Subhanallah, baxın, sələflər övladlarını da götürərdilər, gedərdilər hədis əzbərlətdirməyə, elm öyrənməyə. Düzdür, bizdə bu günləri bu məsələ çox zəifləyib. İnsanlar görürsən ki, dünyavi elm öyrətmək üçün övladlarına müəllimlər tuturlar. Onlar üçün istənilən pulu xərcləyirlər və yaxud da başqa şeylər. Amma din öyrətmək istəmirlər çoxsa övladlarına. Bu çox yaxşı şey deyil. Yəni, o övlad, bəli, dünyada, insana dünya elmlərdə lazımdır. Dünya elmlərində böyük faydası var. Lakin axirət olmayan yerdə dünyanın faydası demək olar ki, yoxdur. Çünki sən qiyamət günü axirətdə onunla nicat tapacaqsan, onunla qurtulacaqsan. Xüsusən də Quran. Övladlarınıza Quran əzbərlətdirin, Quran öyrədin. Bu çox önəmli məsələdir. Və o da gəlir, ənsarlar kim olub? Ənsarlar Mədinə cəmaatı olub da. Allah Rəsulü sallallahu əleyhi və səlləmə yardım eləyən, Məkkədən hicrət eləyənləri qəbul edib onlara hər şeylərini verən, hər şeylərini, hətta evini bağışlayırdılar ki, sahabələr uzaqdan gəliblər, əziyyət çəkib gəliblər, onlara hər şeylərini verirdilər. Və Allah onlar üçün Quran-Kərim nə deyir? Qəlblərindən xəbər verir. Deyir ki, onlar qəlblərində belə peşmançılıq çəkmədilər buna görə ki, mən verdim, qəlbində kaş az verəydim, kaş elə deyil. Heç bir şey çəkmədilər. Çox rahatçılıqla hər şeylə Allah üçün verdilər. Və bunlar da gəlirlər elm almağa. Və onların ilk qarşılaşdığı sahabə Əbul Yəsar radiyallahu olur. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən bir sahabədir bu. Əbul Yəsar radiyallahu. Bu da kim olur? Yəni, Bədir döyüşündə səbəbən iştirak edib, Əqabə beyyətlərində, Əqabə beyyətini iştirak edən sahabələrdəndir, böyük sahabələrdəndir. Və onun yanında bir köməkçisi olur, uşaq. Və o uşağın əynində, əlində bir dəftər olur, nəsə yazı kimi bir şey, kağızlar olur. Və uşağın əynində, o köləsinin əynində, köməkçisinin əynində nə paltar olursa, nə olur? Həmin sahabənin də əynində o paltar olur. Yəni, Allah Rəsulunun tərbiyəsini görən insanlar da. Peyğəmbər səsən nə deyir? Xidmətçilərinizə öz geyindirdiklərinizdən geyindirin. Yəni, seçməyin onları özünüzdən. Bax, sahabə də elə idi. Necə ki, bilirsiniz də, Ömər radiyallahu ilə bugün Fələstin cəmaatına Allah yardım eləsin, Allah onları düşmənlərin şərrindən qorusun. O xalq həqiqətən çox əziyyət çəkir. Fələstini, indiki Qüdsi alanda Ömər radiyallahu 2 nəfərlə getmişlər ora, köləsi ilə. Və gəlib ora çatanda köləsi dəvədə olur, Ömər radiyallahu aşağıda qatırın üzərində. Növbə ilə dəyişirlər yerlərini. Və bilmirlər ki, elə bilirlər ki, xəlifə şeydir, dəvənin üstündə oturan kölə. Seçilmirdilər onlar. Və onlar dünyanı mal dövlətləri ilə, silahları ilə, gücləri ilə fəth eləmirdilər. Onlar dünyanı izzətləri ilə, dinləri ilə fəth edirdilər. Hasan ki, o din getdi əldən, müsəlmanların sayı da çox olsa, müsəlmanlardan izzət gedib. Heç nə ilə bu günləri biz qabağa gedə bilmirik. Çünki dinimizi öyrənmirik. Dinimizdən xəbərimiz yoxdur. Və bu sahabə də öz köləsinə onu geyindirmişdi və ata-oğul çatırlar bu sahabəyə. Görürlər ki, sahabənin üzündə biraz narahatçılıq var, nəsə bir təlaş var. Və soruşur ki, sahabələr, onun yanına gələn, həmin o Əbu Burada, Ubədə ibn Valid soruşur ondan ki, ey əmi, səndə bir narahatçılıq görürəm, qəzəb sanki. Nə olub sənə? O da deyir ki, bəli, mənə deyir, Bəni Həram qəbiləsindən filan oğlu filan kəs mənə borcu var idi. Fikir ver, sahabə danışır. Və deyir, onun ailəsinin yanına getdim, borcu almaq üçün. Və ailəsinə salam verdim
Və sonra həmin adamı soruşdum ki, hanı o adam? O da dedi ki, onlar dedilər ki, evdədir. Sonra onun oğlu, balaca oğlu çıxdı. Mən ondan soruşdum ki, atan haradadır? O dedi ki, sənin səsini eşidib anamın belə deyək də yatağının arxasında gizləndi. Həmin o borcu olan. Qorxur sahabədə. Və mən də ona dedim ki, səsimi uzatdım ki, mənim yanıma çıx. Mən bilirəm ki, sən evdəsən. Fikir ver sahabiyə. İndi baxın necə ədəblə. Yəni ki, belə deyək də, nəsihətə bax sahabənin. Və mən də deyir, çıxdım. Həmin adam da çıxır. Və deyir ki, səni məndən bu cürünə gizlənməyə nə vadar etdi? Sahabə soruşur. Bilir də nə üçün gizlənir sadəcə. Deyir ki, o da, mən sənə indi nə deyəcəmsə deyir, bu məsələdə sən yalan danışmayacaq. Həmin adam deyir ona. Və deyir ki, mən deyir, qorxdum ki, çıxaram səninlə danışaram, sənə yalan danışaram. Sənə yalan danışaram. Olsa pulum yoxdur sənə verməyə. Sənə yalan danışaram. Və sənə vəd verərəm, o vədi yerinə yetirmərəm. Fikir ver. Və sən də deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsisən. Yəni, bunlar sahabələri böyük görürdülər o vaxtı. Sahabələri, onların içində sahabə olanda insanlar sevinirdilər. Sahabələr əzəmətli insanlar olurlar. Mənə deyir, yaraşmaz ki, sənə durum, ona görə gizləndik mi, ta ki sən mənə görməyəsən ki, mən sənə yalan danışmayayım. Nə deyəcəm sənə, pulum yoxdur. Hə? Və bu da deyir ki, Allaha and ki, belədir. O da deyir ki, Allaha and olsun ki, belədir. 3 dəfə onu and içdirir. Və sonra deyir ki, həmin sahabə Əbu Yəsər radiyallahu götürür borc dəftərini, əli ilə silir o adamın borcunu. Deyir ki, mənim ehtiyacım var, yəni pulum yoxdur sənə vermək, kasıb adamam. Və sonra gör nə deyir ona, hədis deyir ona. Deyir ki, sahabə, bu 2 gözümlə gördüyüm, bu 2 qulağımla eşitdiyim və bu qəlbimlə şahid olduğum bir şey deyəcəm deyir sənə. Yəni, Allah Rəsulunu eşidib, görüb o şeyi birbaşa da, hədisi Allah Rəsul ona deyib. Yəni, şahidlik edirəm ki, bunları 2 gözümlə görmüşəm, indi sənə danışacağımı. 2 qulağımla eşitmişəm və qəlbimlə də duymuşam. Və deyir ki, kim borcunu ödəyə bilməyənə möhlət verərsə və yaxud da onun borcunu bağışlayarsa, Allah onu öz kölgəsində kölgələndirir. Subhanallah, fikir ver. Necə ədəblə, necə ərkanla. Birinci o niyə and içdirdi? Ola bilər ki, insan yalancı olsun, insanları kələk gəlsin, verə-verə, pulu verə bilməsə də, verə bilsə də, Allahçın var axı bu günləri. Onu and içdirdi. Və dedi ki, belə olma, and iç. Və sonra da ona dedi ki, mən sənə borcunu silirəm. Və hədis dedi ona, subhanallah, görsən necə əməl edirdi onlar. Onların əsas axirət idi, o pul önəmli deyildi. O pul getdi. Onsuz alsaydı da onu xərcləyəcəkdi. Amma gör, nə qaldı ona? Subhanallah, bax, hədis danışdı, ədəbləndirdi bir insanı. Və həmçinin də bu məsələdə kasıb insan əgər gəlib qardaşlardan nəsə alarsa, qardaşlardan nəsə bir borc istəyərsə və yaxud da ticarətçidən, ona malın pisini verməsin. Nə var, nisyə alır, kasıbdır, nəqd alana götürüb yaxşısını versin, nisyə alana götürüb malın zayın versin. Belə eləməsin, bu əxlaq deyil, bu günahdır, bu malın bərəkətini aparır. Və həmçinin də tərəzidə aldatmasın. Nə var ki, bu nisyə alır, tərəzini biraz çox vursun bunun üçün və yaxud da ədədi, nəsə ədədində malın onu aldatsın. Bilmək lazımdır ki, açıq aydın surə gəlib bu barədə. Mutaffifin surəsi. Allah Subhanahu taala bu surədə tərəzidə aldadanlar surəsidir. Allah Subhanahu taala buyurur ki, "Vaylul lil mutaffifin." Çəkidə və ölçüdə aldalanların vay halına. Vay, bir çox təfsirçilər gətirirlər ki, cəhənnəmdə bir dərədir. Allah Subhanahu taala orada onları yandıracaq, əzab verəcək. Sonra buyurur ki, "Əlləzinə izəktəlu alən-nasi yəstəvfun." O kəslər ki, cəmaatdan bir şey aldıqda onu tam almaq istəyirlər. Öz alanda hər şeyinə diqqət eləyir, çəkisinə, ölçüsünə, keyfiyyətinə. Sonra isə nə edir? "Və izə kəluhum əv vəzənuhum yuxsirun." Lakin deyir, nə edir? Özü isə onu deyir, bir şey, özü onlar üçün bir şey ölçdükdə, onlar üçün çəkdikdə insanları ziyana salırlar. Fikir ver, subhanallah.
Ələ yazunnu ulaikə ennəhum məb'usun. Subhanallah, fikir verin ayəyə. Ayəyə fikir ver. Allah Subhanahu deyir ki, onlar dirildiləcəklərini fikirləşmirlərmi? Mənim qabağıma gələcəklərini fikirləşmirlərmi onlar? Liyevmin azim, həm də əzəmətli bir gündə. Yevmə yaqumun nasu li rabbil alamin. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar. Hansı gündə o? Yəni nə bir qardaş qardaşa, ana övladına, övlad valideyninə heç kəsə fayda verməyəcək. Körpə uşaqların saçaq aracaq o qorxudan. Ana öz körpəsini atıb qaçacaq o zəlzələdə. Necə ki, bugün bir dənə zəlzələ olur, insanlar qorxudan hamı qaçır çölə. Amma o günün zəlzələsi daha dəhşətlidir. O gün günahkar öz ailəsini oda atmaq istəyəcək ki, öz oradan çıxsın. Hətta bütün insanları. Atacaq ki, atın onları, mənim yerim onları oradan çıxıb. O gün dəhşətli gündür. O gün insan zərrə qədər nəsə insanların haqqına girəcəksə, onun haqqını ödəyəcək. Yəni, o günləri müflis olacaq insan. İnsanları ümumiyyətlə ən çox cəhənnəmə salan əməl elə budur. İnsanların haqqına girmək. Xüsusən də ticarətçilər bu şeydə diqqət eləməlidirlər. Eybi yox, biraz artıq ver, o sənə xeyir gətirər. Amma əskiltmə. Bu günləri qəpik bildiyin bir məsələ, sənə o günlər dağ boyu şey olacaq, o sənə qəpiyin keçməyəcək. Öyle ehtiyatlı olmalı. Heç kəs də zərrə qədər də haqqını saxlama. Və həmçinin də məşhur bir hədisdir, bu hədisi keçmişik. Bu dəhşətli bir hədisdir. Yəni, insanlar bu hədisə kaş riayət eləyərlər. Hədis Əbu Hureyra radiyallahu gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Lə tənəcəşu. Tənəcəş nədir? Yəni, məhsulun qiymətini artırır insan, lakin onu almaq istəmir. Sadəcə alıcıya ziyan vermək istəyir. Və yaxud da alıcının o malı almasını istəmir. Və yaxud da ki, satıcıya xeyir vermək istəyir. Gəlir malın qiymətinin üstünü qaldırır. Məsələn, gəlmişəm ev almağa, deyir, bu ev necə 100 min. Biri gəldi ki, mən 110 min alıram bu evi. Amma almaq istəmir ha. Mən biri ki, mənim bu evi böyük ehtiyacım var. Qaldırdıqca mən o evi alacam. 110 min də olsa alacam. Sadəcə bilir ki, mən onu almaq istəyirəm, ona görə də gəlir o qiyməti qaldıra-qaldıra gedir, satıcıya xeyir vermək üçün, ya danışırlar aralarında şəriklik olur. Və yaxud da ki, özü qiyməti qaldırır ki, özünə qismət olsun, başqası üçün şeyləsin o evi. Yəni, bu ticarətdə kələklərdən biridir, bu da qadağan olunur. Və həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, وَلَا تَبَاغَدُ. Bir-birinizə nifrət etməyin. Yəni, bu nifrəti aparan bütün səbəblərdən uzaq olun. Dedikodudur, qeybətdir, nəmmamlıqdır, bu şeylərdən. وَلَا تَدَابَرُ. Bir-birinizə arxa çevirməyin. Yəni, nə deməkdir arxa çevirməyin? Bir-birinizi köməksiz qoymayın, yardımsız qoymayın. Bir qardaş, bir qardaşa heç vaxt yardımsız qoymamalıdır. Ona yardımı dəgəcəksə əlindən gələn olsun kömək eləməlidir. Hətta dua eləməlidir onun üçün. Hətta bacarmısı qeyb onun üçün dua eləməlidir. Və la təhəsədu. Bir-birinizə həsəd etməyin. Həsəd nədir? Ən dəhşətli qəlb xəstəliklərindən biridir. Yəni, sən istəyirsən ki, həsədin də növləri var. Ən xəbisi odur ki, hətta istəmirsən o mal səndə olsun, istəyirsən ki, qardaşında olmasın o mal. Çıxıb getsin ondan. Ən xəbisi budur. Və yaxud da istəyirsən ki, səndə olsun, onda olmasın, getsin. Bu həsəddir. Həsəd çox murdar bir əməldir və Allahın qədərinə etirazdır həsəd. Sanki sən deyirsən ki, niyə Allah ona verib, mənə verməyib? Allah qorusun. Və həmçində buyurur ki, bir-birinizin ticarəti üzərində ticarət etməyin. Yəni, məsələn, sən gəlmişsən, bir mal almışsan, qardaş gəlib sənə deyir ki, onu alma, onda fərqi deyil, mən uzun verim biraz. Bunlar hamısı qadağan olan şeylər, ticarətdə haram olan şeylərdir. Və həmçində buyurur ki, وَكُونُوا عِبَادَ اللّٰهِ إِخْوَانَ. Ey Allahın qulları, qardaş olun. Qardaş. Yəni, bunlar neydi sayan yuxarıda? Kimdə varsa bu qardaşlığından payı yoxdur onun. Qardaşlığı zəifdir. Belə qardaşlıq olmaz. Qardaş olmaq lazımdır. Qardaş. Əmr gəlib. Kunu ibadallahi ixvana. Ey Allahın qulları, qardaş olun. Əl-muslimu əxul muslimi. Müsəlman müsəlmanın qardaşıdır. Bu başqa şərtləri saymağa. Müsəlman müsəlmanın qardaşıdır. Hansı şərtlərlə ona qardaş sayılır? Lə yazlimuhu. Ona zülm eləməz. Qardaşdan belə şey çıxmaz qardaşına qarşı. İstər dili ilə, istər əli ilə. Ona zülm eləməz. Və lə yahqiruhu. Onu təhqir eləməz, alçaltmaz. Və lə yaxzuluhu, onu aldatmaz, ona kələk gəlməz. Kullu muslimi alə muslimi haram. Hər bir müsəlmanın müsəlmana haramdır. Nəyi? Qanı, malı, namusu. Haramdır. Müsəlman müsəlmanın qanını tökməz. Müsəlman müsəlmanın namusunu əl uzatmaz. Müsəlman müsəlmanın malına göz tikməz. Birinin evinə girdiyin zaman o evə
evdəki eybləri unut, görməməzlikdən gəl. O evdə ev üçün bərəkət dilə, xeyir dilə. Müsəlmanlar üçün mallarında, namuslarında, hər hansı bir şeyində gözün olmasın. Və sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm təqva burdadır. 3 dəfə işarə edir bura. Yəni bura nədir? Yəni qəlbdədir təqva. Yəni əməllərlə təqva olmur. Əsas qəlbdədir təqva. Təqva burdadır. 3 dəfə vurur və sonra 3 dəfə dedi ki, bura vurur və sonra buyurur ki, bir müsəlmana qardaşını alçatmaq şər olaraq yetər. Şər olaraq yetər. Yəni bir müsəlmana artıq sən alçatdınsa, neyinləsə, bu artıq sənə şər olaraq yetər ki, sən artıq müsəlmana qarşı şər elədin. Və sonda bir sahabənin qissəsini danışacağam və bununla da kifayətlənək. Deməli, hədisi danışan Ayşə radiyallahu anhədir. Qissəni danışan Ayşə radiyallahu anhədir. Hədis yox, əsərdir. Və Ayşə radiyallahu anhə kim olub? Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsi, ən çox hədis danışan qadın və Allah Rəsulu sallallahu əleyhi və səlləm evləndiyi yeganə bakirə qadın və o öləndə Peyğəmbər sallallahu əleyhi və səlləm öləndə onun üzərində səhv eləmirəmsə 18 yaşı vardı Ayşə radiyallahu anhə. 18 yaşından dul qalır. Ölənə qədər Allah Rəsulunun namusunu, qeyrətini qoruyur və ölənə qədər də onun dinini yayır. Onun dinini yayır. Hətta subhanallah, yəni qadının güclü əxlaqı olub, qadının güclü belə deyək də abır həyası olub. Atası ilə Peyğəmbər sallallahu əri qəbrinin yanına girəndə əvvəla başaçıq girirdi. Ömər radiyallahu bastırandan sonra ora başaçıq girmir, başını bağlayır. Ömər radiyallahu qəbrinə görə utanır orada. Yəni görün qadının imanına baxın. Yəni o qadın möminlərin anası sayılır. Və onun zövcələri elə bir qadındır. Və o atasından misal çəkir. Fikir verin, övlad atasından misal çəkir. Atasının evdə necə davranışından. Və buyurur ki, deyir atamın Əbu Bakrın deyir bir köləsi var idi. Köləsi. Diqqət edin bu əsərə, çox dəhşətli əsərdir. Hanı bunlar indi bizdə? Və deyir ki, o onun üçün gedirdi, özü işləyirdi kölə çöldə. Əbu Bakr onu buraxmışdı, get işlə, özünü saxla. Yəni rəhm edirdi ona, onu çox işlətmirdi. Sonra qazandığından müəyyən qədər mənə də gətirir. Bu icazəlidir. Xərac deyirlər ona. Az bir hissəsin və onu istifadə edirdi Əbu Bakr. Və sonra Əbu Bakr da o maldan gətirdiyindən yeyirdi. Bir gün həmin o kölə Əbu Bakrə bir yemək gətirir. Və Əbu Bakr o yeməyi yeyir, soruşmur. Və sonra ona deyir ki, sən bilirdinmi bu nədir, mən sənin üçün gətirdiyim bu yemək? O da deyir ki, xeyr, bilmirəm. Deyir ki, mən deyir, cahiliyyə dönəmində, Peyğəmbərlikdən qabaq, gəlməmişdən qabaq, cahiliyyə dönəmi deyirlərdi ona. Mən deyir, kahinlik edirdim. Yəni, alladırdım insanları. Yəni, güya kahinəm, insanları alladırdım. Zaten kahinlər yalancıdırlar. Sadəcə bu yalancının yalancısı olub da. Yəni, insanlara güya kahinlik edib ki, qeybdən xəbər verib. Və bir insan üçün deyir, kahinlik elədim. Və o insan da mənə indi o elədiyimə görə indi məni gördü deyir, nəsə verdi onun yerinə, pul, yemək kimi. Mən də gətirib onu sənə verdim. Və sən də onu yedin. Subhanallah, fikir ver. Və bunu eşidən Əbu Bakr radiyallahu tez əlini salır boğazına və onu qaytarır. Onu qaytarır və qarnına o haram şeyi salmır. Və bu qissə əzəmətli qissədir, hansı ki, bu Əbu Bakr radiyallahunun zahidliyini, vara əhli olmasını. Vara nədir? Vara nə edirlər, qardaşlar? Vara bəzi mübahları tərk edir insan ki, harama düşmək qorxusundan. Onlar elə olublar. Vara əhli bir daha demək olar ki, yoxdur. Tapmaq olmaz. Və həmçində haramdan uzaq duran insan idi o. Günahlardan uzaq olan insan idi. Bu da nəyə görə idi? Peyğəmbər sallallahu əleyhi və səlləm hədisini bilirdi insan. Hədis nə gəlir? Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, hər bir bədən, o bədən ki, haram qazancla bəslənib böyüyür, o bədən oda daha layiqdir. Cəhənnəmə daha layiqdir. Ona görə də insan gərək Allah qorusun, nə özünə, nə ailəsinə, nə yəni ki, öz əlinin altında olan insanlara zərrə qədər də haram yedizdirməsin. Çünki haram həm insanın imanını aparır, imanını təsir edən birbaşa əməldir. İnsanın dualarının qəbul olunmaması üçün səbəblərdən də biz keçən hədis götürmüşdük ki, insan səfərdə olur və üstü başı toz, torpaq basır və Allaha yalvarır ki, ya Rab, ya Rab. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, onun yediyi haram, içdiyi haram, geyindiyi haram və haramla bəslənən bir insandır. Onun duası necə qəbul olunsun? Ona görə də insan gərək haramdan qaçsın, haramdan uzaq olsun və ticarət məsələlərində də bu əlhəmdülillah keçdiyimiz qaydalara daha çox dəsində, sadəcə şeyx burada kifayətlənir, bu şeylərə riayət eləsin
əxlaqlı olsun, mülayim olsun qardaşlarına qarşı və Allah üçün borc verdikdə də, borc aldıqda da mülayimliyin qorusun, zülm etməsin, zülmdən qaçsın. Düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbə ecmaîn.